მოგესალმებით, ბატონო და ხალბატონებო, კოლეგებო. Salam xanımlar və cənablar, həmkarlar. Bugün müzakirə edəcəyimiz mövzulara keçməzdən əvvəl Sakrebulu adının qonağımızı salamlamaq istəyirəm. Burada Marneuli Bələdiyyəsinin sakini gənc musiqiçi bizim qonağımızdır. Şaban Məmmədov öz fəaliyyəti ilə çox məşhurdur, amma son zamanlar o Xalq Xuri, yəni xalq mahnıları layihəsində yer alır. O layihədə ən çətin mahnılardan birini ifa etdi. Çox peşəkar şəkildə mahnının öhdəsindən gəldi. Biz çox şadıq ki, Marneulidə bu cür gənc istedad yetişir. Biz Şabanla fəxr edirik. Marneuli son vaxtlar çox tanındı. Belə ki, müxtəlif sahələrdə fəaliyyət göstərən gənclərin uğurları ilə daha çox anıldı. Həm idman sahəsində, həm də mədəniyyət sahəsində gənclər bizi sevindirirlər. Mən Sakrebulu və bələdiyyə adından cənab Şabana təşəkkürümü bildirirəm. Biz onunla qürur duyuruq. Onun müsabiqədə ifa etdiyi mahnını şəxsən mən də dəfələrlə dinləmişəm. Möhtəşəm ifası var. Alqışlayıram. Birlikdə Şabanı alqışlayaq. Aplodismentებით მიულოცოთ ბატონ შაბანს. და მე მინდა შუაგულობით გადავიდე მერიასთან და Mən istəyirəm meriyaya müraciət edim. Şabana həvəsləndirmək məqsədi ilə maddi mükafat təqdim edək. Təbrik edirəm, uğurlar arzulayıram. Daha çox uğurlar qazanman üçün, daha da məşhur olman üçün əlimizdən gələni edəcəyik. Marneuli meriyasına, Sakrebuluya, şəxsən cənab Amiran sizə dərin təşəkkürümü bildirirəm. Əlbəttə ki, bütün Gürcüstan əhalisinə mənə göstərdikləri sevgiyə görə dərin təşəkkürümü bildirirəm. Mənim üçün sizin sevginiz daha dəyərlidir. Çox sağ ol, təşəkkürlər, uğurlar. მადლობა ყველაფრისათვის. ასევე მინდა მოგილოცოთ, დღეს არის გიორგობის დღესასწაული, თითოეულ თვითაგან. Eyni zamanda bugün Georgova bayramıdır. Bu münasibətlə də hər birinizi təbrik edirəm. Müqəddəs Georginin ruhu bizi, ailələrimizi və ölkəmizi qorusun. İndi isə əsas məsələyə keçək, müzakirə mövzularına başlayaq. Bugün 8 mövzunu müzakirəyə qoyacağıq. İlk mövzumuz Marneuli Bələdiyyəsinin 2025-ci il büdcəsinin təsdiq edilməsi haqqında Marneuli Bələdiyyə Sakrebulosunun 2024-cü il 19 dekabr tarixli 32 nömrəli qərarında dəyişiklik edilməsi haqqındadır. Mövzu ilə əlaqədar Maliyyə Büdcə Xidmətinin rəhbəri Qoba Çxitunidze bizə məlumat verəcək. Cənab Qoba, sizi eşidirik. Salam, Marneuli Bələdiyyəsinin 2025-ci il büdcəsinin təsdiq edilməsi barədə Marneuli Sakrebulosunun 2014-cü il 19 dekabr tarixli 32 nömrəli qərarında dəyişiklik edilməsi haqqında onu deyim ki, 020101 kodlu yolların bərpası, təmiri, səhmana salınması 4 milyon lari. 0402 kodlu məktəbə qədər idarələrin avadanlıqla təmini, reabilitasiyası və tikintisi 175.324 lari. 020102 kodlu yollar tikinti və reabilitasiyası, qeyri-maliyyə aktivlərin artımı 1 milyon lari. 020703 kodlu çox mərtəbəli binaların fasad reabilitasiyası 1 milyon 40 min lari. 050103 idman obyektlərinin avadanlıqla təcrüsi, reabilitasiyası, tikintisi, qeyri-maliyyə aktivlərinin artımı 2 milyon 134.324 lari, balans sıfırları. Daxili dəyişmələr 050202 mədəniyyət sahəsində tədbirlər 1 milyon 800 min lari. Dövlət büdcəsindən verilən məbləğ 1 milyon 800 min lari. Belə ki, Marneuli Bələdiyyəsinin 2025-ci il yerli büdcə layihəsinə əsasən gəlirlər 79 milyon 962 min 775 lari. Kreditor borcları 86 milyon 752 min 549 lari. Balansda dəyişiklik isə mənfi 6 milyon 789.774 lari müəyyən edilib. Deyəcəklərim bu qədərdir, cənab Amiran. Xahiş edirəm, mövzunu səsə qoyun. Çox sağ olun.
კი ბატონო. კითხვები ხომ არა გვაქვს? Çox sağ olun cənab Qoba. Buyurun, suallarınız varmı? Suallarınız olanda söz verilən zaman fikrinizi bildirin. Bəziləri iclas bitəndən sonra sual verməyə çalışır. Yaxşı, sualınız yoxdursa, buyurun məsələni səs verməyə qoyaq. Kim leyhinədir, əlini qaldırsın. Kim əleyhinədir, buyursun. Çox sağ olun. İkinci mövzumuz Marneuli Sakrebulosunun əsasnaməsinin təsdiq edilməsi haqqında Marneuli Bələdiyyə Sakrebulosunun 20 noyabr 2017-ci il tarixli 35 nömrəli qərarında dəyişiklik edilməsi haqqında bizə Nino xanım Beridze məlumat verəcək. Buyurun Nino xanım. Salam, Gürcüstan qanunvericiliyinə genderlə bağlı edilən dəyişikliklər nəzərə alınaraq Marneuli Bələdiyyəsinin Sakrebulosunun 20 noyabr 2017-ci il tarixli 35 nömrəli Marneuli Sakrebulosunun əsasnaməsinin təsdiq edilməsi haqqında qərarına dəyişiklik edilib və Gender Məsələləri Departamentinin Gender Məsələləri Şöbəsi və Gender Məsələləri Departamenti ilə bərabərlik, innovasiyalar və beynəlxalq münasibətlər xidmətinin 20 noyabr 2017-ci il tarixli qərarında dəyişiklik edilib. Əslində idarənin səlahiyyətləri bir neçə bəndlə qalıb və genişləndirilir. Qadın və kişi bərabərliyi də xüsusi olaraq əlavə edilir və biz indi Gender Bərabərliyi Şurası ilə bağlı müvafiq dəyişiklikləri gözləyirik və bu ad da sonradan dəyişdiriləcək. Biz bu mövzuda müzakirələr apardıq. Bu məsələnin təfərrüatlarını araşdırdıq və nəhayət razılaşdıq ki, adı Gender Bərabərliyi, İnnovasiyalar və Beynəlxalq Əlaqələr Şöbəsi olsun və mən hesab edirəm ki, düzgün seçim etdik. Eyni zamanda Marneuli Bələdiyyə Sakrebulosunun vəzifəli şəxslərinin və Sakrebulo aparatının peşəkar dövlət qulluqçularının vəzifə sıralaması, vəzifə maaşlarının məbləğinin müəyyən edilməsi və Marneuli Bələdiyyəsi aparatının vəzifəli şəxslərinin ştat cədvəlinin təsdiq edilməsi haqqında Marneuli Bələdiyyə Sakrebulosunun 25 dekabr 2023-cü il tarixli 32 nömrəli qərarında dəyişiklik edilməsi haqqındadır. Yəni Marneuli Bələdiyyə Sakrebulosunun əsasnaməsinə edilən dəyişikliklərlə əlaqədar Marneuli Bələdiyyə Sakrebulosunun ştat cədvəlinə idarənin adının dəyişdirilməsi ilə bağlı dəyişiklik edilir. Həmçinin Marneuli Sakrebulosunun 25 dekabr 2024-cü il tarixli 75 nömrəli Marneuli Sakrebulosu üçün yanacaq və danışıq kartlarına limitin müəyyən edilməsi haqqında qərarında dəyişiklik edildi. Belə ki, Marneuli Sakrebulosunun 2025-ci il üçün yanacaq və danışıq kartı limitlərinə dəyişiklik edilir və yanacaq limiti azaldılır. Çox sağ olun Nino xanım. Buyurun, suallarınız varmı? Suallarınız yoxdursa buyurun. Məsələni səs verməyə qoyaq. Kim leyhinədir? Əlini qaldırsın. Kim əleyhinədir? Buyursun. Çox sağ olun. 5-ci mövzumuz Marneuli Sakrebulosunun 25 dekabr 2024-cü il tarixli 73 nömrəli 2025-ci il üçün Marneuli Bələdiyyəsi üçün yanacaq və danışıq limitlərinin müəyyən edilməsi haqqında qərarında dəyişiklik edilməsi barədədir. Buyurun cənab Mambuka Şubididze. Salam, Marneuli Bələdiyyə Sakrebulosunun 25 dekabr 2024-cü il tarixli 73 nömrəli Marneuli Bələdiyyəsi meriyası üçün 2025-ci il üçün yanacaq və danışıq limitlərinin müəyyən edilməsi haqqında qərarına dəyişiklik layihəsi 32-322-51-26-38 nömrəli məktubu ilə Marneuli Bələdiyyəsi tərəfindən təqdim edilmişdir. Çox sağ olun cənab Mamuka. Buyurun, suallarınız varmı? Sualınız yoxdursa, buyurun məsələni səs verməyə qoyaq. Kim leyhinədir? Əlini qaldırsın. Kim əleyhinədir? Buyursun. Çox sağ olun. 6-cı mövzumuz ətraflı fərdi inkişaf planının hazırlanmasına başlamaq qərarına dair razılaşmadır. Bu barədə cənab Adil Əliyev məlumat verir. Salam. Marneuli Bələdiyyəsi merinin 5 may 2025-ci il tarixli 32-322
322 51 25 215 məktubu ilə sənədlər Marneuli Bələdiyyəsinin şəhər salma, ərazi planlaşdırılması, memarlıq və tikinti xidmətinin rəisinin 22 aprel 2025-ci il tarixli hesabat kartları ilə təsdiq olunmaq üçün təqdim edilmişdir. 03 33 25 11 482 və 5 may 2025-ci il 32 322 51 25 210 nömrəli Marneuli Bələdiyyəsinin NSLB MMC-yə məxsus kənd təsərrüfatı otlaq torpaq sahəsi üzrə müfəssəl fərdi inkişaf planının işlənib hazırlanması təşəbbüsü ilə bağlı qərarı qeydiyyat nömrəsi 83 20 06 025. Marneuli Bələdiyyəsi merinin 5 may 2025-ci il tarixli 32 322 51 25 220 nömrəli məktubu ilə sənədlər Marneuli Bələdiyyəsinin şəhər salma, ərazi planlaşdırılması, memarlıq və tikinti xidmətinin rəisinin 25 aprel 2025-ci il tarixli hesabat kartları ilə təsdiq olunmaq üçün təqdim edilmişdir. 03 332 511 557 nömrəli və 5 may 2025-ci il 32 322 51 25 208 saylı NSLB MMC-nin təşəbbüsü ilə Marneuli Bələdiyyəsinin merinin qərarı ilə ona məxsus kənd təsərrüfatı otlaq torpaq sahəsinin müfəssəl fərdi inkişaf planının işlənib hazırlanması təşəbbüsüdür. Buyurun məsələləri səsə qoyun. ხომ არა გვაქვს მაინც კითხვები? Çox sağ olun cənab Adil. Kim leyhinədir? Əlini qaldırsın. Kim əleyhinədir? Buyursun. Çox sağ olun. 8-ci məsələmiz sosial mövzulardır. Bu barədə Zurab Conyaşvili bizə məlumat verəcək. Buyurun cənab Zurab. Salam əziz həmkarlar. 3 vətəndaşın müraciəti daxil olub. Onlardan ikisi pensiyaçıdır. Bir ailənin daim müalicəyə ehtiyacı olan pensiyaçı valideynləri. Digərində isə maddi yardım istəyən çoxuşaqlı ailə var. Müraciətlərə baxılması və öyrənilməsi nəticəsində məlum olub ki, bu ailələrin hazırki mərhələdə maddi yardıma ehtiyacları var. Zəhmət olmasa, əziz həmkarlar, bizə dəstək olun. Bu halda 3 vətəndaşın köməyə ehtiyacı var. 3 vətəndaşın müraciəti daxil olub. Hörmətli həmkarlar, xahiş edirik onların yardımlarına dəstək olun və məsələ müsbət həll olunarsa, meriyadan həmin ailələrə maddi dəstək göstərilməsini xahiş edərik. Xahiş edirəm, Amiral müəllim, bu məsələni səs verməyə çıxarın. Təşəkkür edirəm. Kim leyhinədir? Zəhmət olmasa əlinizi qaldırın, qeyd edin. Əleyhinə olanlar, təşəkkürlər. Bugünkü məsələlər bununla yekunlaşır. Gəldiyiniz üçün təşəkkür edirəm.